Yaxşı, hansı halda bir orqan digər orqana hüquqi yardım göstərməyə borclu deyil? Borclu deyil də nə söhbətini axtardıq biz? Borclu deyilsə, bu xərclə olan Bəli, məsələlər. burada pul söhbətini axtarırıq. Yəni necə yəni pul söhbəti? Yəni hansı halda bir orqan digər hüquqi yardım göstərməyə borclu deyil? Əgər məsrəf hesabına hüquqi yardım göstərməsinə ehtiyac Edə var. bilər, amma böyük məsrəf hesabını edə bilər. Bu zaman borclu deyil. Və yaxud da ki, ikinci bir variant var. İkinci bir variant. Başqa orqan daha münasib üsula, daha yəni ucuz məsrəf hesabına edə bilərsə, bu zaman bu orqan hüquqi yardım göstərməyə borclu deyil. Deməli, iki dənə borclu deyil də, iki dənə variant var, ikisində də pul söhbəti var. Birincisi, bu orqan kömək edə bilər, hüquqi yardım edə bilər, amma böyük məsrəf hesabını edə bilər. Bu zaman borclu deyil. İkinci variantsa, başqa orqan daha münasibə edə bilərsə, bu zaman bu orqan hüquqi yardım göstərməyə nədir? Borclu deyil.